Bir videoya və yaxud da TikTok səhifəsinə necə spam atmaq olar? Gəlin bu gün bunu öyrənək. Bəli dostlar, ilkin olaraq Android telefonumuzda biz TikToka daxil oluruq. Çətin bir şey yoxdur. Burada yalnız diqqətlə izləmənizi tövsiyə edirəm. TikToka girdikdən sonra mən burada nümunə olaraq ana səhifədə, yəni sizin üçün yazılan bölümdəki bir videonu götürəcəm. Bax, deməli tutaq ki, bu video xoşunuza gəlmir və buna spam atmaq istəyirsiniz. Burada ilkin olaraq nəzərinizdə saxlamalısınız ki, az öncə bir söz işlətdim, xoşunuza gəlmirsə. Bəli, nəzərinizdə saxlayın ki, sizin hər hansı bir video xoşunuza gəlmirsə, ona spam ata bilmirsiniz. Çünki elə bir şey yoxdur, elə bir qayda yoxdur. Amma yox, o şəxs sizin özünüzün videonuzu istifadə edirsə və yaxud da orada tərbiyəsiz bir şey varsa və yaxud da bunun kimi spama girəcək nələr varsa, həmin videoda avtomatik olaraq o videonu spam edə bilərsiniz. Gəlin baxın, burada ox işarəsi var sağ aşağıda. Bu ox işarəsinə klik edin. Nəzərinizdə saxlayın ki, bütün spamlar burada baxın bildirin bölümündə, yəni burada bayraq işarəsindən edilir. Yəni bu bayraq işarəsinə klik edək və görək burada nələr var. Baxın, gördüyünüz kimi bütün spam atma üsulları var burada. Baxın, bunu görmək istəmirəm. Zorakılıq və istismar, nəfrət və qısnama var. Daha sonra seksual content, dezinformasiya, fırıldaqçılıq və dələduzluq, intihar və özünə zərər vermə, nəzarət edilən mallar və fəaliyyətlər. Bu da müəyyən mallar var, onların satışı ilə falan bağlı belə şeylərdir. Daha sonra saxta məhsullar və əqli mülkiyyət, daha sonra açıqlanmayan brendli content, bir də digər var burada. Burada siz videoda hansını görürsünüzsə onu edin. Misal üçün bax, mən burada deyək ki, həmin şəxs mənim öz videomu götürüb səhifəsində paylaşıb və məndən daha çox izlənmə alıb, mən bunu spam etmək istəyirəm. Burada da onu seçə biləcəyimiz bir şey yoxdur. YouTube-da falan var, amma burada yox. Digər bölümünü seçirəm və buradan təqdim edin deyirəm. Baxın, qırmızı yerə kliklədim. Baxın, bu avtomatik bloklanır. Bloklanmış sayılır. YouTube ona baxır. Görür, əgər sənin kanalında da ona uyğun videolar varsa və orijinal məzmun sənə aiddirsə, o məzmunu bloklayır. Və yenidən geri qayıdaq burada. Bax, başqa bir video var burada. Yenə bu ox işarəsinə klik edib bayrağa klik edirəm və nə görürsünüzsə onu buradan banlaya bilərsiniz. Az öncə də burada bir adlarını sizin üçün saydım ki, öyrənəsiniz. Misal üçün burada görürsünüz ki, dezinformasiya paylaşan biri var. Hər hansı Azərbaycanla bağlı, ölkəmizlə bağlı, nə isə bağlı dezinformasiya xarakterli məlumat paylaşıb. Buradan dezinformasiyanı seçib o məlumatı bağlaya bilərsiniz. İndi mən bağlamıram, çünki cəmaatın videosunu burada banlamış oluram. Yəni belə edirsiniz. Daha sonra bir üsul da var. Baxın dostlar, başqa banlama üsulu üçün də öz köhnə bir səhifəmi götürdüm. Bax, deməli burada gördüyünüz kimi səhifəni də banlaya bilirsiniz. Siz bunu nəzərdə saxlayın. Baxın, sağ üstdə ox işarəsi var. Eyni qaydada baxın, az öncəki ox işarəsidir. Buna klik etdiniz. Yenə eyni qaydada baxın, bloklayın var burada. Onun da yanında baxın bildirin. Yenə eyni Azərbaycan bayrağı işarəsi var burada. Baxın, burada başqa şeylər var. Baxın, hesabı bildirin, kontenti bildirin. Gəlin içinə girək, hesabı bildirində görən nələr var. Baxın, özünü başqası kimi göstərmək. Baxın, az öncə mənim istədiyim o. Mənim videomu paylaşıb bu şəxs özünü mənim kimi göstər. Bunu seçə bilərsiniz. İstifadəçi 13 yaşdan kiçik ola bilər. Uşaq görmüsünüzsə buradan banlaya bilərsiniz. Baxın, uyğun olmayan profil məlumatı. Yenə burada sizə aid falan bir şey paylaşılıbsa seçə bilərsiniz. Başqa bir şeydə bunlardan kənar bir şey varsa odur. Yenə buradan geri qayıdıram. Orada bir şey də vardı. Onu da göstərmək istəyirəm. Baxın, burada kontenti bildirin deyə bir şey yazılıb. Görək burada nələr var. Baxın, deyir ki, pozuntuları bildirin, video barədə bildirin, şərh barədə bildirin. Belə şeylər var. Özünüz burada oxuyub ona uyğun seçib bildiriminizi göndərə bilərsiniz. Ən yaxşısı burada hesabı bildirin bölümündə olanlardır. Çünki videoda oxşar bir şey tapmıramsa mən, yəni mənim videomu paylaşıbsa bu şəxs, ona uyğun bir şey tapmıramsa, gəlirəm burada özünü başqası kimi göstərmək bölümünü seçirəm və səhifəni banlayıram, gedir. Bir dənə də üsul var. Qısaca bunu da göstərim və videomuzu sonlandıraq. Deməli, siz TikToka bu haqqda məlumat da verə bilərsiniz. Buna tövsiyə olaraq da həmin TikTok səhifəsinin şəklini çəkib götürürsünüz. Baxın, eyni qaydada ekran görüntüsü aldım mən də. Sağ üstdə baxın 3 nöqtə var. Buna klik etdiniz. Burada settings bölümü var ən aşağıda. Buna klik etdiniz. Buradan biraz aşağıya doğru sürüşdürürsüz. Burada TikTok ilə əlaqə saxlama bölümü var. Baxın dostlar, burada kömək mərkəzi deyə bir şey var. Buna girəcəksiniz. İndi biz bura vasitəsilə TikTok ilə əlaqə saxlayacaq. Baxın, bizimlə söhbət edin ən aşağıda qırmızı. Buna klik edirsiniz və burada bizə lazım olan hissə açılır. Baxın, account, live, information falan belə şeylər yazılıb. Bizə accountdur, yəni TikTok səhifəsi ilə bağlı problemdir. Bunu seçirəm və avtomatik belə bir şey gəlir. Elə bax, buradan işarəni seçirəm. Fotos deyirəm və az öncəki TikTok səhifəsini qaleriyadan götürüb bura yerləşdirirəm. İndi mən bunu etmirəm. Üstünə gəlib yazacaqsan ki, bu şəxs mənim videolarımı paylaşır və özünü başqa şəxs kimi göstərir. Bu dəqiqə TikTok ona baxacaq. İstəsən bax, sağ üstdə bir işarə də var. Buna da klik edib bununla da blok edə bilərsən. Bax, burada da müəyyən şeylər var. Mənim özümün köhnə şikayətlərim də görünür burada. Yəni yazılan cavab gələndə buraya düşəcəkdir. Bunu da yadında saxla. Bəli dostlar, mən sənə lazım ola biləcək məlumatları göstərdim. İnşallah bununla sən də problemini həll edə bilmisən. Video faydalı olsa aşağıdan kanalımıza abunə ol, videoya like at, bir də bildiriş zəngini də aktiv et ki, belə videolar atdığımda öncədən xəbər tutasan. Sağda solda izləyə biləcəyin maraqlı videolar çıxdı. Bunlara da baxa bilərsən. Sağ olun, salamat qalın.